Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Bu dərsdə biz virtualizasiya haqqında danışacağıq. Burada əsas gördüyümüz anlayışlar nədir? Ümumiyyətlə virtualizasiya nədir? Nə üçün istifadə olunur? Necə ortaya çıxıb? Əlavə olaraq virtualizasiyada ən çox gördüyümüz iki əsas tip hansıdır? Bunlar haqqında detallı şəkildə danışacağıq. Bunun əvvəlki dərslərdə əgər baxmamısınızsa məsləhət görərəm ki, onlara da qayıdıb baxasınız. Virtuallaşma ilə bağlı bizim müəyyən bir praktikamız olmuşdu. Hansı ki biz virtual maşınların üzərində Active Directory və eyni şəkildə Linux-un qaldırılmasına detallı şəkildə göz gəzdirmişdik. Bu dərsdə isə biraz daha əvvələ qayıdaraq bu virtuallaşdırma texnologiyasının nəzəri hissəsində inşallah birlikdə tamamlayacağıq. İstəyirsiniz daha çox uzatmadan mövzumuza başlayaq. Ümumiyyətlə virtuallaşdırma nədir? Virtuallaşdırma fiziki avadanlıq resurslarını müəyyən hissələrə bölərək virtual mühitlər yaratmaq üçün istifadə etdiyimiz bir anlayışdır. Söhbət burada nədən gedir? Sizin məsələn kompüteriniz hal-hazırda fiziki bir avadanlıq kimi düşünə bilərsiniz. O fiziki avadanlığın üzərində biz bir virtual maşın yüklüyürük. Hansı ki bu bizim situasiyamızda VirtualBox və yaxud VMware ola bilər. Və daha sonra biz bu VMware və Virtual Box-dan istifadə edərək orada müxtəlif əməliyyat sistemləri qaldıra bilərik. Orada siz istəsəz belə deyim, data storage-də qaldıra bilərsiniz. Əlavə olaraq orada biz bir web serverdə qaldıra bilərik və biz virtuallaşdırmanı əslində belə yadımızda saxlaya bilərik. Burada əsas bizə verdiyi üstünlüklərdən biri bir fiziki maşının içində bir neçə müxtəlif əməliyyat sistemi və yaxud fiziki mühit yarada bilməyimizdir. Və əsas məsələ burada müstəqildir. Biz birazdan görəcəyik. Biz virtual maşın yaradan zaman resursları hissələrə bölürük. Məsələn, deyək ki, siz bir email üçün bir əməliyyat sistemi qaldırmışsınız virtuallaşdırma maşının içində. Bu email'ə siz müəyyən belə deyim spesifikasiyaları, resursları ayıra bilərsiniz. Məsələn 4 GB RAM verə bilərsiniz. Eyni şəkildə deyək CPU-dan müəyyən koruları sırf ona ayıra bilərsiniz. Belə düşünə bilərsiniz. Hər bir şirkətin ehtiyac duyduğu müəyyən anlayışlar, resurslar var. Hansı ki deyək bir şirkətin mütləq şəkildə email olmalıdır, veb saytını yayımlaya biləcəyi bir veb serveri olmalıdır. Bunun üçün təbii ki müəyyən bir resurs tələb olunur. Əlavə olaraq da deyək ki bir databazası olmalıdır, verilənlər bazası olmalıdır. Əvvəlki dövrlərdə və yaxud hypervisor olmadığı virtuallaşdırma olmadığı bir şəraitdə proses necə idarə olunurdu? Deyək siz hər bir məqsəd üçün fərqli serverlər ayırmalıydınız. Məsələn, deyək veb serveri qaldırmaq üçün müəyyən bir fiziki server ayırmalıydınız, email üçün fərqli bir fiziki server ayırmalıydınız və belə təbii ki siyahı uzanıb gedə bilər. Virtuallaşdırma texnologiyası vasitəsilə isə biz sadəcə bir fiziki serverin üzərində və yaxud da qeyd etdiyim kimi resurslara bölərək hər bir məqsədə uyğun fərqli əməliyyat sistemlərini qaldıra bilirik. Burada əsas bizim istifadə etdiyimiz texnologiya Hypervisor'dır. Hypervisor nədir? Virtual maşınları ayırmaq və onları idarə etmək üçün istifadə etdiyimiz texnologiya deyə bilərik. Burada Hypervisor'ın əsas məqsədləri nədir? Hypervisor CPU və yaddaş resurslarını dinamik şəkildə paylayır. Biz VirtualBox-da görmüşdük. Yəni bundan əvvəlki dərsdə mütləq şəkildə göz gəzdirin, əgər baxmamısınızsa. Orada biz bir əməliyyat sistemi yaradan zaman bizdən nə qədər ona resurs ayırmaq istədiyimizi qeyd etməyimizi istəyirdi. Hansı ki biz orada müəyyən qədər core ayırırdıq, eyni şəkildə RAM və yaxud yaddaş ayıra bilirdik. Əslində bu Hypervisor texnologiyasının köməyi ilə baş verir. Məsələn, burada qeyd etdiyimiz VMware və yaxud VirtualBox Hypervisor'ın növlərindən biridir. Yəni əsas Hypervisor başlığı altında daxil olur. Fiziki olaraq qaldıran zaman isə belə deyim, fiziki server üzərində qaldırmaq istəyiriksə, hansısa əməliyyat sistemi üzərində eləmək istəmiriksə, biz burada VMware SXI-dan istifadə edə bilərik. Birazdan növbəti slaytlarda onu detallı şəkildə görəcəksiniz. Əlavə olaraq da Hypervisor'ın əsas üstünlüklərindən biri odur ki, yaddaş sahəsini effektiv şəkildə idarə edir. Burada nəyə başa düşə bilərsiniz? Sizin öz kompüterinizdə olan bütün resurslar, RAM-ıdır, yaddaşıdır və s. O sadəcə bir əməliyyat sisteminə ayrılır. Məsələn, deyək mənim şəraitimdə hal-hazırda Windows 11-dən istifadə edirəm. Orada verilən bütün resurslar sadəcə Windows 11-də istifadə olunmaq üçün ayrılır. Bu da yaddaşdan və resurslardan belə deyim, effektiv şəkildə istifadə etməməklə nəticələnə bilər. Hypervisor'dan istifadə edən zaman isə sən nə qədər resurs istifadə edirsənsə, spesifik olaraq ona uyğun resurs ayırırsan deyə artıq verilən resurslardan da düzgün şəkildə istifadə etmiş olursan. Burada biz keçək Hypervisor'ın növlərinə. Bayaq da qeyd etdiyimiz kimi Hypervisor'ın iki əsas növü var. Birinci növü bare metal dediyimiz Hypervisor'lardır. Hansı ki bu birbaşa hansısa bir fiziki server üzərində qaldırdığımız Hypervisor növləridir. Burada belə deyim, serverin fiziki hissəsinə, fiziki avadanlığa biz Hypervisor qaldırırıq. Bayaq qeyd etdiyim kimi VMware SXI buna nümunə vermək olar. Daha sonra bu SXI-nin üzərində biz bir neçə müxtəlif hostlar ayıra bilərik. Burada birbaşa hardverin üzərinə yazıldığını qeyd etdik. Korporativlərdə əsasən istifadə olunur və deyək biri email üçün ayrılır, biri ayrılır veb saytını host eləmək üçün, əlavə olaraq biri də ayrılır ki, məsələn data backup eləmək üçün və yaxud eyni şəkildə databaza kimi istifadə olunmağı üçün. Burada əsasda qeyd etdiyim kimi yüksək performansdır, yəni minimum overhead ilə maksimum effektiv resurs idarəçiliyi təmin eləyir. Bayaq da bunun haqqında detallı məlumat verdik. Daha sonra bizdə var idi hosted hypervisorlar. Hosted hypervisor sizin öz kompüterinizdir. Məsələn bizim quraşdırdığımız virtual maşınlar əslində hosted
Host Hypervisor'ın bir növünə aiddir. Tip 2 hypervisorlar deyilir bunlara yeni şəkildə. Burada sənin özünün artıq müəyyən bir əməliyyat sistemin olur. Sən bu əməliyyat sisteminin üzərində hypervisor qaldırırsan və daha sonra bu hypervisorun üzərinə başqa əməliyyat sistemlərini yeni şəkildə qaldırmış olursan. Bu proqram səviyyəsində işləyir. Host hypervisorlar mövcud əməliyyat sistemi üzərində adi proqram kimi quraşdırılır və şəxsi komitələr və test mühitləri üçün idealdır. Burada biz detallı gördük. Əslində quraşdırması daha asandır. İndi bizim hal-hazırda server üzrə belə deyim hypervisor quraşdırma kimi bir şansımız olmadığı üçün mən yəqin ki, bununla bağlı bir dərs çəkə bilməyəcəm. Ancaq digər dərslərdə Active Directory və Windows Server deyək, Windows Server və Kali Linux'un quraşdırılması zamanı əslində orada çətin bir şey yox idi. Next basırdın, resurs'u ayırdın və bitirdi. Yəni bu da bizə əslində asan quraşdırma təklif edir deyə belə olurdu. Eyni şəkildə hosted hypervisorlar əsasən şəxsi istifadə üçün nəzərdə tutulub. Məsələn, Kali Linux'dan biz istifadə edirik ki, kiber təhlükəsizlik biliklərimizi genişləndirək və test mühiti yaradaq. Eyni şəkildə resurs paylaşımı var. Əsas belə deyim, əməliyyat sisteminin resurslarından istifadə edir. Yəni bizim kompüterimizdə tutan 16 GB RAM varsa, biz ondan 4-ünü ayırırıq. Bare metal'da isə belə deyil, orada ümumi, yəni spesifik olaraq bir hosta ayrılmış resursdan sən əslində istifadə eləmirsən. Orada əslində sənin ümumi resursun digər bütün hostlar arasında paylanır. Bunu da belə yadınızda saxlaya bilərsiniz. Belə deyim, vizual olaraq da buradan detallı şəkildə hər iki tipi görə bilərsiniz. Burada bare metal və virtual maşın üzrə quraşdırılan hypervisorların fərqini görə bilərsiniz. Burada süni intellekt tərəfindən hazırlandığı üçün əslində düzgün qeyd olunmayıb. Sadəcə bizim burada gördüyümüz nümunə əslində bare metaldır. Burada səhv qeyd edilib. Bare metalda gördüyünüz kimi ilk olaraq aparat olur, hansı ki bu bizim fiziki serverimizdir. Bu fiziki server üzərinə hypervisor quraşdırılır birbaşa və onun içində də biz müxtəlif virtual maşınlar, əməliyyat sistemləri qaldıra bilərik. Bu əməliyyatların hər birində başqa məqsədlərdən ötürü istifadə edə bilərik. Bizim bayaq qeyd etdiyimiz e-maildir, databazadır, belə deyim, veb saytdır. Bunların hər biri bir tətbiqdir və biz bunlara başqa məqsədlərdən eyni şəkildə istifadə edə bilərik. Burada bare metal olduğuna baxmayın, yenə qeyd edirəm, bu səhv hazırlanıb, amma yenə də belə nəzərdə tuta bilərsiniz. Bizim hostda isə necə olur? Burada bizim yenə eyni şəkildə hardware'imiz olur. Hardware'in üzərində bir OS olur. OS-in üzərində bir hypervisor olur. Hypervisordan daha sonra yenə OS-lər və tətbiqat eyni şəkildə gəlmiş olur. Burada da fərqlərini detallı şəkildə özünüzdə oxuya bilərsiniz. Bəs biz bayaq müəyyən qədər qeyd etdik. Spesifik olaraq desək, bizə virtuallaşma nə üçün lazımdır? Bayaq xatırlayacağınız üzrə vurğuladığımız kimi, məsələn, bizim hər bir tətbiqimiz üçün bir daha təkrarlayım, veb sayt üçün deyək, e-mail üçün deyək və yaxud idarə etmək üçün hansısa bir sistem quraşdırmışıq. Bunların hər birini quraşdırmaq üçün hypervisor olmasaydı əgər biz başqa-başqa serverlər ayırmalıydıq. Təbii ki, bunun sadəcə problemi orada idarəçilik deyil. Eyni zamanda bu serverlərin təbii ki, bir soyudulmağa ehtiyacı var, idarə olunmağa ehtiyacı var. Hansısa bir problem çıxan zaman sən onları aradan qaldırmalısan. Əlavə olaraq da deyək, əgər sən hypervisor istifadə edirsənsə, orada 3 dənə əməliyyat sistemi var. Bu 3 əməliyyat sistemindən hansısa birində problem baş verən zaman sən serveri ümumi olaraq təzədən reset eləməli və üzərində əməliyyatlar aparmalı olmursan. Belə deyim, sadəcə problem yaradan əməliyyat sistemindən reset atırsan və yaxud aradan qaldırıb yenisini quraşdırırsan. Bu isə ümumi serverin gedişatına və yaxud belə deyim, sağlamlığına təsir eləmir. Hypervisorun virtuallaşdırmanın da üstünlüklərdən biri eyni şəkildə bunu verə bilərik və bayaq qeyd etdiyimiz kimi resursu səmərəli şəkildə istifadə edirik. Sizin kompüterinizdə 16 GB RAM varsa, təbii ki, bu RAM-ın hamısını istifadə eləmirsiniz. Hypervisor vasitəsilə isə hansı tətbiqi nə qədər RAM istifadə edəcəksə, spesifik olaraq onu bölə bilirik. Xərclərə qənaət təbii ki, bizim ümumiyyətlə biznes deyiriksə, biznes aspektindən danışırıqsa, əsas fokuslarımızdan biridir. Yəni daha az fiziki avadanlıq olur, elektrik xərci və soyutma xərcləri aşağı düşür. Əlavə olaraq da çeviklikdə ehtiyac olduqda yeni serverlər dəqiqələr içində yaradılır. Yəni əlavə bir virtual maşın qaldırsan, əməliyyat sistemi qaldırsan və bunun üzərində eyni şəkildə install edirsən. Bu da daha uzun müddətli belə deyim quraşdırma mərhələlərini və s. daha qısa hala gətirmiş və daha belə deyim effektiv hala gətirmiş olur. Burada isə digər üstünlüklərini detallı şəkildə görə bilərsiniz. Burada virtuallaşdırmanın biz bəzi növlərindən danışdıq. Eyni şəkildə burada da digər növləri ilə tanış ola bilərsiniz. Bunlar haqqında düşünürəm ki, detallı şəkildə danışmağa ehtiyac yoxdur. Özünüz daha sonra oxuyub detallı məlumata çata bilərsiniz. Virtuallaşdırma dərsindən bu qədər. Hansısa bir sual yaransam, komment hissəsində qeyd edərsiniz. Bacardığımız qədər cavablandırmağa çalışacağıq. Növbəti dərsdə görüşəndə.